Salam əziz izləyicilər, kanalıma xoş gəlmisiniz. Bugün biz qışlıq sarımsaq turşusu hazırlayırıq. Biz sarımsaqları mayda hazırlayırıq. Sadəcə biraz video çəkdiyimiz, gecikdiyimiz üçün sarımsaqların bir balaca qabığı bərkiyib, qabıqlarını soyub, alt hissəsini bu forma bıçaqla kəsirik. Uç hissəsini də bir qablığa yığırıq. 1 kiloluq yuyulmuş, təmizlənmiş banka götürüb sarımsaqları üzərinə əlavə edib yaxşı-yaxşı doldururuq. Qışda yeməklərin, xəmir xörəklərinin yanında yeyəcəyiniz çox dadlı, ləzzətli, xırçıltılı sarımsaq turşumuz alınır. Bu forma doldururuq. Üzərinə 1 xörək qaşığı turşular üçün duz tökürük. Üzüm sirkəsi, üzərinə çıxacaq qədər bankanın üzüm sirkəsi əlavə edirik. Və bir neçə gün saxlayırıq, baxırıq. Əgər bankanın ağzında emmə varsa yenidən sirkə əlavə edib, qapağı bağlayıb qışa saxlayırıq. Mən bu üsuldan da etmişəm. Bu üsuldan dənəvər istiot, dəfnə yarpağı əlavə etmişəm. Düzəldən, yeyən hər kəsə nuş olsun.